Hoş geldiniz. Aynen. Sağ olun. Sağ olun. Şükür. Allah kömək olsun ona. Allah sizi var eləsin. Allah başınız eləsin. Allah başınız eləsin. Hoş geldiniz. Danışdıq ki, dedim belə nəhayət ana xəstələnib. Allah sizə şəfa versin inşallah. Sağ olun. Allah sizləri var Sağ eləsin. olun. Allah razı olsun. Allah həkimlərin də canını salamat eləsin. Sağ olun. Nətər baxırlar, burada nətər bilir? Yaxşı. Yaxşı baxırlar. Bəli, qulluğunda yaxşıdır. Gözəl Onlar xəstəxanadır çoxdur. bura. Hə. Burada yaxşı baxarlar. Yaxşı baxırlar. Medsestrası, həkimi. Yəni gündə neçə dəfə gəlir soruşurlar, nə lazımdır, təzyiqi, hər şey normal, yaxşı. Yüksək səviyyədə. Əfəndi var, xəstəxanası gözəl. Bura Sovet vaxtından qalan bir xəstəxanadır. xəstəxanadır. Amma yaxşı, təmiz, səliqəlidir. Səliqəlidir. Əsas odur ki, bizim anamıza yaxşı baxıblar bura. Bəli, əlbəttə. Allah yaxşı kömək olsun. baxırlar, sağ ol. Bizim Allah razı olsunlar. Rizvan qardaşdan, Zəfər qardaşdan Allah köməklər olsun. Onlar Çox da sağ Hacı olsunlar. Nicatdan. O qədər razıyam ki, çox dəstək olublar. Şəhid ailəsi olmasın, adi silavi insanlar məni nə qədər ziyarətə gəlibdir. Şəhid analarımız, Ana 45 gündə atalarımız. 2 övlad şəhid vermiş. Hamısı məni ziyarətə gəlib. Bu Çünki nə mənim deməkdir də, bilirsiniz? Bu nə? evlatlarım məni vətənə etibar elədi, sizlərə etibar elədi, getdi vətəni qorumağa. Bəli. 2 övladınız vardı da zəmən. Bəli, bəli, 2 dənə evladım var. Şəhid verib. Ana Başqa evladım da yoxdur. Müəllim, indi gələndə mən orada bir afişa gördüm. Yəni belə hərəkətli şəkildə sözlər gedib gəlirdi. Bax indi bu dəqiqə 10 dəqiqə bax Leyla Şıxlinski xəstəxanasında vurublar onun içəridəki. Yazır Zəfəri qazanmaq asandır, amma onu qorumaq lazımdır. Qorumaq, bəli. Bax budur. Bunu da qorumaq Hər şey qorumaq çətindir. Bəli. Onu almağa nə var? Əgər qoruya bilməyəcəksə, yəni onu heç qazanmaq da lazım deyil. Yəni nə qədər şəhid vermişik. Ona görə bugünkü gün biz bu valideynləri də qorumalıyıq. Bildiyimiz kimi nəhayət anamız bizim qəhrəman şəhidlərimiz Tural və Musa qardaşlarının anasıdır. Allah tapdıq işini də rəhmət eləsin. Yoldaşı da rəhmət eləsin. Bəli, şəhadətdən neçə nə vaxt sonra? 3 il. 3 il sonra qəhrəman balalarımızın şəhadətindən sonra şəhid olandan sonra getdi. Bəli, atası. Dözə bilməz. Ürəyin. Onu ata dözə, onu ürək dözə. Mənim bayaq dediyim sizə, əvvəldən rəhmətə gedən, elə anacılın yaxınlığındadır. Biz Mingəçevirdə olmuşuq, elə ziyarət etmişik. Elə bil ki, yaxındır. Sevinc ana var, onun da 2 oğlu var. O da elə bil ki, zəhmətkeş anadır, süpürgə sürməylə övladların böyüyüdür. Elə övladlar körpü olan vaxtı həyat yoldaşını itirib. Yəni boşanma yox, sadəcə dedizə övladları heç yoxdur onlar. Heç, ana, yadigarları yoxdur. Allah sizin başınız eləsin. Yəni sizin borcunuz ödənməz. Nəvələrinizdən görəsiniz inşallah. O nəvələrin aşalarla yeri tutacaq. Allah razı olsun. Allah bizlərə də qismət eləsin ki, onlara layiq ola bilək. Onlara layiq olaq. İnşallah bu çox çətindir. Sən məni balalarımın yanına almasını uzaq qəbul eləsin, məni balalarım. Amma bir şeyə rahat olun ki, o qədər arzusunda olanlar var, o cür şəhid olmaq ola bilmirlər. Allah onları seçib, bir dənə seçdi onları, bir dənə. Onlara apardı cənnət. Düzdür ata, şəhidlik məqamı ucadır. Amma biz analar üçün içki çətindir. Biz də başa düşürük. Bayaq dedim, bir dənə övladımız narahat olanda gecə yata bilmirəm səhərə qədər. 2 övlad verəsən, əlbəttə ona ürək dözməz. Çətin. Allah çox çətin. Qızlar şad olsun. Mənim yadınızdadır, biz Tovuz hadisələrində də biraz mənlə siz bir yerdə getdik. Amma sonra vəziyyət sakitləşdi, biz qayıtdıq da. Elə qayıtdıq geri. Amma sonra 44 günlük müharibədə oktyabrın 1-də Miraslan müəllimlə bir yerdə tərkərdə oldu. Yəni o dəhşətli səsləri eşidirdik. Həqiqətən əvvəl adam o bölgəyə girəndə həyəcan gəlir. Lent kimi elə bir ki, gözün qabağından gəlir ki, burada sənə nəsə olub, kim nə edir, yəni ana nə edir, bacı nə edir. Uşaqların tamam bambaşqa. Amma öyrəşirsən. Xasiyyətləri var idi, tamam bambaşqa. Dini uşaqlar idi, namazlarını qılırdılar, meçidə gidirdilər, idmançı idilər, o Çixatkidə qızıl medallar almışdı ikisi də. Musa Gizir idi, yəni səfərbərliklə ikisini də eyni gündə apardılar. O qardaşlar özləri o qədər bir-birinə bağlı idilar ki, Musanın çoxlu şeirləri var, kitabda çap olundu. Şeir yazır, onun şeirlərindən mütləq var. Süleyman mənim də özündə bir neçə kitab müəllifidir. Qəzetimizdə onları çap eləyər, Allah qoşularını şeirləri. İnşallah, onların şeirləri var, atasına, anasına,
qardaşına. Qardaş özü öz məzarının üstünə şeir yazıb qoyub gedibdi. Qardaşına da yazıbdı ki, gəl sənə bu dünyadan bir gün yerdə köçəyinə gözəl insan. İnan ikisinin arasında bir gün fərq oldu. Bugün o şəhid oldu, sabah keçdi, o birisi gün o bir şəhid oldu. Yan neytralda qaldı. 1 ay 5 gün Musa neytralda qaldı. 2 ay 10 gündə Tural idi. Dekabrın 9-da da Turalın il dönümüdür. O qədər ataya, anaya bağlı evlatları idi ki, oğlar. Mən həm işləyirdim. Mühasib olub anamız. Yəni, uşaqları oxutmuşam, ikisini də oxutmuşam, təhsil alıbdılar. Yəni, bir müəllim idi, heç öz ixtisasını işlətmədi bədən tərbiyə ki, ana. Müəllimlikdə nə pul var? Mən başqa bir şirkətin, Türkiyə şirkəti var. O şirkətdə ambardar işləyirdi. Bir dəfə başım ağrıyanda, Tural deyəndə yanımdaydı. İndi Tural deyirəm, Musa deyirəm, səs verənim yoxdur. Mən 5 ildir bir ana sözünə həsrət qalmışam. Ana sözünə möhtacam mən. Kimsə qapıdan girərkən ana gəlmişəm. Tamam bambaşqaydı. Tural çal çağırır, oynamaq, şən. Ata, ana üçün özünü nə bilim, nətəri. Musa qapalı uşağı idi. Sevgisini deyirdi, ana, mən sevgimi bildirə bilmirəm. Amma siz bilsəz ki, mən sizi nə qədər istəyirəm. Qaqam deyirdi ki, həmişə qaqa deyirdi. Qaqam deyirdi ki, yüyürəcək, qucaqlayacaq, amma mən onu eləyə bilmirəm. Amma mən deyir, sizi deyir, istədiyimi şeirlərimdə deyir, yazıram. Ki, mən sizə necə bağlıyam. Hə, sizə necə bağlıyam. Tural ailə qurdu, 2 evladı var, 2 oğul evladı var. Tapdıqla Hüseyin öz atasının adını qoydu adına. Musanın da 2 qızı var idi. Biri özünün şəhadətindən sonra rəhmətə getdi, uşağın biri. Hə, biri qaldı. Adını Rüqəyə qoyduq. Dünyasını dəyişənin. Yox, özü elə Rüqəyə qoydu. O şəhadətə olanda 2 yaşı vardı Rüqəyənin. Deyirdi, mən onun adını Rüqəyə qoyacağım. Sən qardaşı dedi ki, mən sənin anamın adını niyə qoymadın ki? Mən atamın adını qoymuşam. Dedi, qaqa, sən bilsən ki, mənim arzum var ki, qızım olsa Rüqəyə, oğlan olsa adını Ələsqər qoyacam. Mən qızımın adını Rüqəyə qoydum. Daldan da Turalın bir oğlu oldu, onun da adını Hüseyin qoydu. Dedi, onu qoy Rüqəyə ilə Hüseyin bacı qardaş. Onlar, yəni İmada dəxli olurlar. Hə, orada. İmam Hüseyin. Vətəni seviblər. Allah sevişdə apar diyorlar. Vətəni seviblər, bəli. Tamam bambaşqa. Allah sevişdə İnan çağırılanda Vətəni sevmək imandandır. məni çağır, dedi, bircə kəlmə dedi ki, ana biz bankomata getdik, bizi apardılar. Mən getdim gördüm ki, Musa qeydiyyatdan keçibdi. Turala deyir ki, Tural sən qayıt, mən gedirəm. O da dedi, yox, bir-birinə var. O dedi, sən qayıt, bu dedi, sən qayıt. Nə də bankomata müraciət elədim ki, özüm 2-ci qrup xəstəyəm. 4 dənə körpə var. 4 dənə. Böyüyü 5 yaşındadır. Qalan hamısı körpədir. Birini apar, biri qalsın. Razılaşmadı. Götürdülər, apardılar. Əlaqə saxlayırdım. Eləcə Eyzan deyirdi ki, Tural, Musadan xəbər var. Danışanda deyirdim, hə var, nə rahat olma. Eyni bölgəyə düşdülər. Yox, başqa. Qaranlıq meşə, Murov tərəfdə Tural oldu. Suqovşanda da Musa oldu. Musa ayın 28-ci günü mənə zəng edib, 28-ci günü bizim bir faciəmiz oldu. Naftalanda əvim uşaqları 5 nəfər birdən hamısı evə gəldi, raket düşdü. 5 nəfər orada həlak oldu. Bəli, Naftalanda. Mən oradaydım. Elə bil biri düşüb, gediblər baxmağa, o baxmağa gedəndə 5 nəfər şəhid oldu. Hamısı 5-i də şəhid oldu orada. Elə oldu, Musanın elə 28-ci günü axırıcı danışığı oldu. Sentyabr 28-ci? Hə. Turalın yanından gələnlər deyir, ana, inan ki, 29-cu günü Tural sığışmırdı. Bildik ki, Suqovşanda bizim çoxlu şəhidlərimiz olubdu. Tanklar, zadlar yanıbdı. Həmən elə bir ürəyinə damıbmış ki, Musa tankın içində Suqovşan dəhlizini yaranmamış, dağın, düz gölün böyründə, tankların içində.
5 heyətlə, bir tankın içində 5 heyətlə yanmışdı təmiz. Orada da qaldı neytralda, 1 ay 5 gün neytralda qaldı. Ondan sonra gətirdilər. Deyir, o qədər narahat edirdi ki, məndən keçdi. Kaş qaqam gedə evə, anam necə olacaqdı. İnan deyir ki, özünü fikirləşmirdi ki, özü odun avlunun içindədir. Yalnız qardaşını fikirləşir. Heç olmayansa evə gedə, heç olmayansa evə gedə. Amma bir-birinin şəhadətindən heç bir xəbər olmadı. Yaxşı ki, xəbər olmadı. Bilmədilər, heç biri o. Tural çox yaralı olubdu. Yəni, hamı canını götürüb qaçıb da, belə deyək, orada qalıbdı. İndi nə olub da onu Allah bilir ki, nə bilim. Yəni, o heç vaxt öz canını erməniyə sağ verməzdi, elə bir oğluydu. Allah rəhmət eləsin, məqamlarınız olsun. Ana, bizim də hər dəqiqəmiz, hər saniyəmiz elə sizdir, bizdir, onlara doğrudur. Hər dəqiqə, hər saniyəmiz, hər günümüz o mənzil başına doğrudur, hər birimizdə. Kim ki bunu dərk edir. Allah eləsin ki, biz də onların yanına uzaq gedə bilək, o şəhidlərimizin. Onları biz yerə unutmayaq. O, onlara lazım deyil, onların məqamları onsuz da olsadır, onlar öz üçün görüb. Bu bizim özümüzə lazımdır ki, yerə onları unutmayaq ki, bir də belə faciələr ölkəmizin, millətimizin başına gəlməsin. Allah bizləri qorusun, Allah həmişə o necə Azərbaycan xalqının, Azərbaycan millətin həmrəy eləsin. Belə o müharibəni udmağımıza da səbəb oldu ki, əlbəttə, əlbəttə. Ali Baş Komandanın apardığı xarici siyasət, millətimiz, Şuşanı birinci, düzdür, aldılar, şükür. Amma Şuşaya yol açan kimlər oldu? Əliyalın, belə deyək də. Bəli, o Suqovuşan dəhlizini yaranlar kim oldu? Onlar yolu açdı, siz də o yoldan getdiniz, Şuşanı aldınız. Bəli. Hamısı bir-birindən bağlıdır. Bəli, bir-birindən bağlıdır. Yəni, o Turalın, Musanın uşaqları Şəhidlər Xiyabanında böyüdü. Gecə biz gedirdik, otururduq, analar. O uşaqlar orada qırışqa ilə, daşla yığırdılar, atalarını böyüdün. Orada elə böyüdülər onlar. Onlar üçün indi Şəhidlər Xiyabanı bir, nə bilim, ziyarət yeridir, bir evdir. Onlar üçün evdir, həqiqətən evdir ki, gedək. Mingəçevirdə dəfn oldu. Mingəçevirdə Şəhidlər Xiyabanı. İnşallah qismət olsun. Beşində gəlib ziyarət eləyəlim. İnşallah. Bizdən yuvarlaq Sizə söz verirəm mən. İnşallah onun adını əbədləşdirmək üçün əlimizdən nə gəlir? İnşallah. Biz kiçik bir kollektiv Səda televiziyası. Amma ürəyimiz böyükdür. Harada imkanımız daxilində gedirik, o şəhid ailələrini görürük, iştirak edirik məclisində. Bunu da həmişə belə eləyəcək inşallah. İmkan Allah sizlər var eləsin. Sağ olsun Azərbaycan. Borcunuz eləsin. Borcumuzdur müəllim, neynə söy? Borclar ödənməz. Borc, hamının borcu, tək sənin borcun deyil. Amma görürəm ki, bu işdə o qədər fəalsan, Allah köməyin olsun. Estağfurullah. Vətən uğrunda verdilər, Suqovuşan verdilər, Cəsur Döyüşçü verdilər, 3-cü dərəcəli orden verdilər. Atasına gətirdilər, orden verdilər ki, ataya. Sağ ol günən, üzün ağ olsun ki, belə bir evlat böyütübsünüz. Allah atasını da rəhmət eləsin. Atası dözə bilmədi. Seçilmiş insanlar Atası dözmədi. Ki, gəlinim, Şünəbəm yanımdadır. İstək deyirsiniz də. Bəli, gəlinlərim də yanımda, nəvələrim də yanımda. Qurban olum Allaha. Təzdən Allah ömür versə, Tural'la Musa'yı böyüdürəm. Təzdən Tural'la Musa'nı böyüdürəm. Təzdən onları böyüdür. Bəli, Allah həyat davam edir. Bəli, həyat. Ana, bayaqları nəvənin müvəffəqiyyəti olmuşdu, nəsə sertifikatla təltif eləmişdik onu. Nəvənin orada səsi var. Elvin onu yəqin ki, dərslərindən də, yəqin ki də, hə? İdman üzrə. Cəsur Döyüşçü şeyindədirlər onlar. Klubda. Klubun adıdır Cəsur Döyüşçü klubu, yoxsa? Görüm, gəlin şey statusuna. O səsi, uşağın səsi çox maraqlıydı orada. Görüm. Böyle maymun. Keşatada göreydi bu günleri. Allah canınıza sağlık versin. Allah. Ağlama. Ağlama deyən nəvədir. Nəvəmlədir, nənə ağlamadı. Ağlama. Yoxdur, həyat davam edir. Onsuz hamımız gedəcək. 5 gün, tez 5 gün. Amma gedmək, baxır nə tər gedməkdə. Onlar bizə ağ getdilər. Siz də özü toxdun ki, uşaqlar qoy. Uşaqlar heç olmasa qəlbi qırıq böyüməsinlər. Ataların yoxluğunu hiss eləməsinlər.
Həmişə təsəlli verin, nümunə göstərin ki, ola bilər də ata avariyyada düşərdik, xəstəliklə də Sən ölərdik. inanırsan, Təsəlli qoy uşaqlar dərk eləsin. Biraz saç uzanıbdı. Gedib xalası gilə Tural. Tapdıq gedib xalası gilə. Gedib baş maşını, qırxan baş maşını götürüb xalası divə neyinirsən ki? Deyirsən görürsən mən başımı qırxım, mən də əskərə gedirəm. Saçının bu hissəsi var, qabaqsa bir-birə yer götürüb həqiqətən maşınla. Elə böyüksə yaxşıdır. Hə, ki niyə eləmirsən? Hə, deyir ki mən əskər getmək istəyirəm. Atam ki mən əskər getmək istəyirəm. Belə bir misal var, deyir, qorxaq insanlar 1000 dəfə ölür. Cəsur insan bir dəfə ölür. O elə uşaq cəsur olsun. Saçını zadını düzəltdirdik, bir təhər papaqda qoydurduq ki, bilinməsin. Çox götürmüşdük ki, əskər gedirəm mən. 4-cü sinifdə oxuyur. Elə nə bilim, uşaqlar da elə ataları kimi həqiqətən cəsur, ailə canlı. Elə bilsən ki, anası ilə nəfəs alır o. Onlar onu görüblər. Ana, zaman böyük həkimdir. İnşallah uşaqlar böyüyəcək, onların gözəl, xoş günlərini görəcəksiniz. O təsəlli olacaq siz üçün. Yəni, hər şey qaydasına düşəcək. Düzdür, unudulası şey deyil. Mənim atam 99-cu ildə rəhmətə gedib, Allah cəbələr rəhmət eləsin. Yəni, üstündən artıq 26 il keçib. Amma bu gün də onun yeri bu gəlir. Yəni, özü 63 yaşında rəhmətə gedir. Ancaq bu gün də nə danışsın bir xoş gündə yeri gəlir. Söz yox, yara sağalmır. Amma ki dediyim kimi də müəyyən qədər belə şeylərin təsiri. Bəli, uşaqlar böyüyəcək, istərsəməz onların o uşaqların o necə deyirlər, xeyir işlərini görəcəksiniz. Həyatda uğurlarını görəcəksiniz. Allahın köməkliyi ilə elə bil o yaroza məlhəm olacaq inşallah. Allahın köməkliyi ilə. Sizə onsuz da yaralı sayman özü. O söz sizə yaraşmır. Siz başınızı dik tutmalısınız. Ən bəxtəvər analardansınız. Yaxud dediyimiz kimi, hər addımımız, hər saniyəmiz ölmə yaxınlaşırıq. Hər gün, hər dəqiqə, hər saniyə Allah üçün başınızı uca eləsin. Allah balalarınızı, məqamlarınızı eləsin. Bütün şəhidlərimizin, bəli, bütün şəhidlərimizin. Namazımda da həmişə deyirəm ki, hər şeyin sahibi Allah sənsən. Əlbəttə. Verən də sənsən, alan da sənsən. Verdiyinə də şükür, aldığına da şükür. Elə o sizi o ibadət saxlayıb ki, Allaha yaxınlıq saxlayıb ki, bəli. Mən heç vaxtı üsyan eləmədim Allaha. Düz eləmişsiniz. Ona ki, müəyyən zaman kəsində... Onu mənə Allah da əmanət verir. Mənim özüm bu dünyada əmanətəm. O dünyaya köçür. Bəli, onu dərk edən adam əslinə baxanda çox dərin fikirləşməməli. Çox dərin. Necə bir özünə ləyək Nikmin olmalısınız siz. Götürdük. Gün ilahi, səndən bir dənə arzum var, heç olmaya o birisi evladımı mənim əlimə çatır əlimə. O da gəlib çatmadı, o da gəldi şəhidlik. Onun da gəldi ki, şəhid oldu. Nəvələrindən görəsiniz. Sizin də imtihanınız bu olur. Bəli. Sizin də imtihanınız bu olur. Yəni, yenə onda da düz biraz mənim üçün çətin oldu. Çünki Musanın şəhidlik xəbəri gəldi, dəfn elədi. Heç 7-sini mən verə bilmədim, məni xəstəxanaya götürdülər. Heç uşaqdan xəbərim olmadı. Xəstəxanadan gəlmişdim, o birisi oğlumun xəbəri gəldi. Bu günlərim balacanın 40-ını verdim, sabah o birisinin 7-sini verdim. Həqiqətən bir ana üçün ən necə deyim, çətin dərdir. Görsünüz nə boyda insansınız. Görsünüz nə böyük insansınız. Allaha yaxınlıq bunu o bəladan qurtarır, o dərinə gedib. Amma bir şey ana, siz üzr istəyirəm ifadəmə görə dərk eləməlisiniz ki, o cür qəhrəman oğulların anası siz məğrur olmalısınız, nikmin olmalısınız ki, onların da ruhu şad olsun. Həmişə mənə deyirlər. Onların da ruhu şad olsun. Sən güclü qadınsan. Güclü qadın, bəli, o cür övladların... Onlar cismən ölürlər, bədər sağdırlar. Ağlamaq sizə yaraşır. Ana, sən ağlayıb, ürəyin boşaldır, amma ata... Ağlamaq sizə yaraşmır. Ağlamaq o insana yaraşar ki, o insan ağlamalıdır ki, onun oğlu cəmiyyət üçün yararsızdır, cəmiyyətə zərər verir. O insanlar, o atalar, o analar ağlamalıdır ki, onların övladları cəmiyyət üçün yararsızdır, cəmiyyətə zərər verir. Şey məndədir, ürəyimdən alınır, baş. Nə bilim. Yenə Allahın hər şeyə sahibi o kişidir, o bilər, biz kimlik ki. Mən cananı yormayam, Allah qoysa. Darıq müəyyən zaman kəsiyindən sonra nə siz olacaqsınız, müəyyən zaman keçəndən sonra nə biz olacaq, bunlar hamısı tarix olacaq. Sizin adınız yaşayacaq, həm Allah dərgahında, əbədi dünyada, həm də millətimiz üçün, dövlətimiz üçün, xalqımız üçün. Həqiqətən yuxumuza girir.
elə bir yerdə zirvədədirlər ki, əlimə atıram ki, gəl da, deyir, yox ana, buradan mən düşə bilmərəm. Görürsünüz. Onlar Çünki bir dağın başında oturubdu, deyirəm, düş gəl da, deyir, yox, mən buradan düşə bilmirəm. Bir dəfə də yuxuda gördüm, balaca qardaşı qaçır, qaça-qaça gedir. Dedim ki, ay Musa, Tural da gözlədi, qoy Tural da gəlsin, səhər çıxasın. Əlinə bir, ana, Tural orada gülləri suluyur. görürsünüz. Cənnətdir. Hə, bax, Tural orada gülləri sürüyor. Yəni yuxumuza da girir. Mənim o yuxu haqqında da mən bir dəfə danışıram. İndi burada siz demişəm, vaxtımız da azalır. Anam da çox incitməyək. Ana, son olaraq siz də bu xəstəxanada sizə qulluq edən tibb bacılarından, həkimindən adların yadınızda qalan varsa deyin. Yox, heç bir məndə adlar biraz yadınızda qalmır. Başdan tutmuş rəhbərliyindən, adi santarkasına kimi, mesestrasına, həkim hamısına öz təşəkkürümü bilirəm, sağ olsun. Hər şeydə göz qabağındadır. Burada pis vəziyyətdə gətirmişdilər məni. Bilirəm, xəbərimiz var. Nasırkada gəlmişdim. Bugünkü günə şükür, onlar mənim qulluğumda, düzgün müalicəmi aparmağımda, hamısında onlar elədi. Çox sağ olsunlar. Təşəkkür edirəm, öz minnətdarımı bilirəm ki, bizim Azərbaycanda belə xanımlar, belə həkimlərimiz var. Biz də Səda televiziyası olaraq biz də ayrıca öz təşəkkürümüzü bildiririk bu gözəl kollektivə. Sağ ol. Allah onları qorusun, Allah onları xalqın üstündən əskik eləməsin. Sağ olsun. Çox sağ olun. İnşallah qismət olar 5 noyabrda Mingəçevirdə şəhidlərimizin anım günündə görüşərik. Sağ olun. Sağ olun. Gülərlik. Sağ olun. Başa deyirəm ana. Sağ olun. Bir daha salamlayıram bütün Səda televiziya izləyiciləri. Biz artıq Əfəndi İvallah Xəstəxananın işçilərindən biridir. Tanış olduqlarına öz minnətdarlığımızı bildirdik. Hər birinə əlləri, qolları var olsun. Biz bu cür həkimlərimizlə, bu cür tibb işçilərinə fərq edirik. Həqiqətən də Nəhayət ananın vəziyyəti bura daxil olanda çox ağır bir vəziyyətdə idi. İndi Allahın köməliyi ilə onu gözəl bir xoş durumda görürük. Bu da bizim Əfəndi İvallah Xəstəxananın əməkdaşlarının səy nəticəsində olur. Çox sağ olun. Minnətdarımızı bildiririk. Buranın Xəstəxananın baş həkimi Sevda xanıma, direktor Aybəniz xanıma, şöbə müdürü Afaq xanıma, müalicə həkimi Günel xanıma, baş tibb bacısı Düzalə xanım, siz də Mahirə. Allah hər düzü var eləsin, əliniz qolunuz var olsun. Həqiqətən də bizim üçün çox qürur verici oldu. Yəni, çox gözəl oldu ki, bu cür sizin gülər üzlərinizi gördünüz. Bu cür anamızı necə xidmətdə durmuşsunuz ki, anamız da sizdən bu cür razı oldu. Allah sizləri var eləsin, Allah şükürlər olsun. Bizim bacı gözəl bir ifadə işlətdir. Elə əlavət çəkilişdə oradan qaynaqlandı ki, dedim qızım, bu ifadəni kamerə deyəsən inşallah. Mənim sözüm odur ki, biz onsuz vəzifəmizi yerinə yetirmişik. Biz Azərbaycan həkimiyik və bunun üçün oxumuşuq ki, xəstələrə xidmət edir. Amma biz Nəhayət xanıma çox sağ ol deyirik ki, bugün biz əgər açıq səma altında Azərbaycanda yaşayırıqsa, onun yetişdirdiyi övladları sayəsində olur. Ona görə biz ona minnətdarıq. Yəni, həmişə boynumuz qıldan incədə onun yanında. Nədirsə, canla başla hazırıq. Çox sağ olsun. O sağ olsun. Hamısına razıyım. Belə oğlanlar böyüdü. Biz onun yanında baş əyirik. Belə analar çox olsun. Düzdür, şəhidlərimiz dahi olmasın. Bizim borcumuzdur belə xanımlara qulluq eləmək. Olan oğlanların sayısı biz işləyirik. Belə səma altında biz belə sakit indi yaşayırıq. Bəli. Mənim azad ölkənin vətəndaşları 30 il bu sözü biz deyə bilmirik. Deyə bilmirdik. Onların hesabına biz bu sözü deyirik. Təşəkkür edirik. Allah hamımızı var eləsin. Sağ olun. mənim mesesramda Mahirə xanım, Bizim tibb bacımızın oğlu da 44 günlük müharibədə iştirak edib. O da bizim qazimizdir. Qazinin anasıdır. Biz ona da minnətdarıq. Çox ağıllı, tərbiyəli olur. Qazilər də canlı şəhid. Bəli. Hamısına minnətdarıq. Yəni, başda baş komandanımız olmaqla. Yəni, bütün bunları təbii ki, onun apardığı gözəl siyasətə borcluyuq. Amma eyni zamanda həmin üçrəngli bayrağın altında yetişdirilən sağlam düşüncəli, cəsarətli olanların hesabına olur. Kızım, bu belə bir şeydir ki, bütün işlərdə bu cürdür. Gərək hər şey yerində olar. Birlik olmasaydı, müharibəni toplum, mən bunu hər dəfə deyirəm, həmişə deyirəm və bunu biz dərk eləməliyik ki, bu birliyin sahəsində qələbə çalınır. Unikal qələbə yalnız birlikdə ola bilər. Yəni, Ali Baş Komandanın apardığı düzgün siyasət, igid əsgərlərimiz, millətimizin necə ayağa qalxmağı, o hadisələrdə görürük ki, insan səhv piyada gedir.
Cənab Ali Başkomandan da orduda olan o cəsarəti, orduda olan coşqunu, millətdə olan o coşqunu gördü və öz potensialını ortaya qoydu. Bəli. Millət də o cür. Bəli, əskərlərimiz də, hərbiçilərimiz də ordu da bilirdi ki, bizim arxamızda böyük sərkərdəmiz var, güclü Azərbaycan dövləti var, güclü Ali Başkomandan var. Ordu da ürəkli idi, əskər də ürəkli idi. Yəni bunlar hamısı biz görürdük. Ölkəmizdə istehsal olunan silahları, xəbərimiz olmayan şeylər də var. Hansı, necə ordu arsenalı hansı səviyyə çatmışdırsa biz bunu müharibədə bəzəririk. Bu dəqiqə dünya hərb tarixində Azərbaycanımızın apardığı, bizim apardığımız müharibə dünya hərb tarixində bir yeni səhifə açdı. Yəni bu dəqiqə Ermənistanın özündə Azərbaycanın apardığı döyüş üzrə, həmin taktikalar üzrə orada ermənilər üzrə dərslər keçir, təlimlər keçir. Yəni bu böyük bir şeydir. Biz təkcə ordu gücünü ortaya qoymadıq, birliyi də ortaya qoyduq. Ən böyük qələbə də o birliyi qələbəsidir. Birliyi olmasaydı bu qələbədə nail ola bilməyəcəkdik. Yəni ki, əsas hər şey birlikdən gəldi. Allah bizləri, bütün millət həmişə bir-birimizə mehriban etsin, bir olan, heç bir ölkə, heç bir dünyaya, bəşərətdə, heç bir yerdə müharibə qoy olmasın. Olmaz. Övladlar sağlam Sülh olsun. Biz də dərk eləməliyik, başa düşməliyik ki, həmişə övladlarımızı sağlam, tərbiyəli, fiziki cəhətlər, mənəvi cəhətlər, təhsillə bağlı, bütün sahələrdə övladlarımız həmişə güclü olmalıdır ki, yəni biz başımıza o necə deyirlər, faciələr gəlməsin. Allah sizləri var etsin. Allah canınıza dəyməsin. Nə gözəldir. Azərbaycanın belə tip hissləri var, fəxr edirik sizə. Televiziyada olaraq bir şəhid anası kimi Kalbimizdən çox razıyam. Həkimindən tutmuş, adi xadimətçisinə kimi hamısından çox razıyam. Çox sağ olun ki, siz məni həyata təzədən qaytardınız. Mənə yaşam verdiniz. Çox sağ olun. Haqqınızı helal edin mənə. Borcumuzdur bizim. Sağ olun. Hamınızdan razıyam. Sağ olun. Onun üzündə görürsünüz təbəssüm yarandı. Biraz kövrəlsə də o sevinç kövrəlməkdir. Yəni bu özü elə bizim üçün bir dünyadır. Allah sizləri var etsin. Allah köməyiniz olsun. Sağ olun.